Salam herkese, yeni videomuza hoş gəlmişsiniz. Sizinlə mən Kənan və siz Cars by Kera kanalındasınız və bugün sizlər üçün Changan A07 çəkirik. Changan A07 modelimiz bu dəqiqə şəhərimizdə populyar olan Çin maşınlardan biridir. Hansı ki, ikisi kameranın ikisinə də salam verim. Hansı ki, bu dəqiqə trenddə olan maşınlardandır və Changan A07 şəhərimizdə çox saydadır. Amma ideal və qara rəngi olan azdır. O da ki, sağ olsun, indi cüzbala ilə birini tapmışıq, görsərəm. Maşınımız plug-in hibriddir. Maşınımızı yəni 1.5 motordur. 1.5 motorla da siz istədiyiniz komfortu, istədiyiniz sürüşü, istədiyiniz keyfiyyəti ala bilirsiniz. Elə ilk öncədən burada sizə ön fənərlərimizi göstərmək istəyirəm. Hansı ki, uzun çubuq fənərlərimiz var. Bəzi sahibləri var ki, hansı ki, buradan ortadan bir dənə xətt atır, o qəşəng görsənmir əslində. Buranı belə bağlayır, qara vinillə. O qəşəng görsənmir. Və alt hissəsində radiator barmaqlıqlarımız var. Tam açıq radiator barmaqlıqları. Yəni əliniz polunu rahat keçə bilir içəriyə. Və istərdim indi sizə elə ilk öncədən kapotumuzun altındakı olan mühərriki, bir də ki plug-in sistemi sizə göstərdim. Onun üçün də gizli ruçniklər, qapı ruçkaları. Kapotumuzu açdıq. Qapıların ruçkaları da sırazu gizlənir. İndi gizlənmir çünki maşın açıqdır. Gizlənir. Axtarsan ki, bu hara getdi. Açdıq, kapot da ağırdır. O keçən səfər kimi gündə 2 dəfə 2 patxod 4-4. Yəni kapot çox ağırdır ona görə. Kapotumuzun altında 1,5 litrlik mühərrikimizi görürük və burada bayaqlam dediyim plug-in sistemi bura yerləşdiriblər və maşınımız səhv eləmirəmsə arxa çəkəndir. Düzdür. Niyə? Çünki plug-indir. Mən elə oxumuşam. Plug-in olduğuna görə arxa çəkəndir, amma pis deyil. Özü kapotun altını demədim. Bax, maşına baxmaq bu deməkdir. Bax, görsünüz necə səliqəlidir. Əlimi rahat sürtə bilməlidir. Çünki toz yoxdur. Maşına qəşəng baxıblar. Özü maşın qara rəngdədir. Şəhərdə də belə ideal vəziyyətdə və səliqəli qalan Changan A07 hələ ki az saydadır. Keçək yan sistemimizə. Yan sistemimizə keçək, təkərlərini görsədək və maşın bizi vurmasın. İri təkərlərimizi görürük. Maşınımızın diskləri, qəşəng disk, Changan A07-yə məxsus qəşəng disklərimiz var, qara rəngdə. Maşın belə deyim, Black Edition-dır elə bil də. Black Edition komplekt deyil, amma Black Edition-dır. Təkərlərimizi görürük, zavod üstündə gələn təkərlərdir. Çindən gələn supportlarımızdır, təkərin özü. Özü maşın deyim ki, yəni sizə çox rahat, komfortlu yürüyüş bəxş edir. Burada Changanın yeni loqotipini də yerləşdiriblər. Mini loqotip, qaqa. Və keçək bu hissəmizə. Burada bizim benzin bakımız var. Hansı ki 92 ilə maşını sürə bilərsiniz. Amma 95 sürsə daha yaxşı olar. Amma 92 ilə icazəsi var. Amma biz nə ilə sürürük? 98 ilə. Niyə? Changan A07 olur Airlines. Orada uçur eləyir. Başqa söhbətlər var. Və bu hissəmizdə bir dənə problem o ki, bagajı açmaq istəsə poluna əyilməlisən ki, qaqa, bir dənə bagajı açım. 2 dəfə basırsınız, açılır. Bagaj açıldıqda isə geniş sizə bagaj göstərəcəm indi. Bagajımızın həcmi 440 litrdir. Belə vəziyyətdə. Arxa sərnişin sizeniyalarında qatladıqda 1100 litr bagaj həcmi bizə hasil edir. Və burada bizim bir dənə də videomuzun yeni qonağı var. Açma, zəhmət olmasa deyən, əsəbləşmə. Burada sizə bagajımızın çantasını göstərmək istəyirəm. Açmıram, indi biraz toz ola bilər. Burada Changanın öz adapteri var. Daha doğrusu şarj zaretka yeri. Hansı ki evdə və yaxud şəhərdə zaretkaya qoyanda, bu indi şəhərdə bu istifadə eləmirsiniz. Ev stansiyalarında istifadə eləmək üçündür. Arxasında da lipuçkaları var. Sırazu özü bərkiyir.
xalçasına, maşının xalçasına. Maşında indi Evo xalçalardır, amma belə orijinal xalçası, yəni qəşəng xalçadan telefon qalmışdı. Qəşəng xalçadan istifadə ediblər. Və çanqanın burada gördüyünüz kimi biraz yaxınlaş bura. 2 dəfə klik elədikdə bagajımız bağlanır. Bagaj bağlandıqdan sonra burada sizə stoplardan danışmaq istəyirəm. Uzun bir dənə stopumuz var, hansı ki gəlir, davam edir. Bu da daha səliqəli, futuristik, bir də ki ideal görünüş yaradır. Bu maşının həm sport maşını saymaq olar, sport görünüşü var. Bəli, sport görünüşü var və günlük yəni istifadə üçün əlverişlidir. Çünki 1.5 motor var. Amma tok nə olsaysa rayona azada getmək biraz çətinlik yaradacaqdı. Ancaq tok stansiyalarında qalacaqdınız. Ona görə də lazım deyil. Ona görə 1.5 alıblar da. Özdə səhv eləmirəmsə deyəsən hələ ki bu çanqanı incələyən olmayıb A07-ni. Bəlkə də olubsa indi deyərsiniz. Gəl bura indi, yaxınlaş bura. Burada 2 dənə port yerimizi görürük. Qardaş, görürsən necə səliqəli baxıblar maşına. Port yeri dajı təp-təzə kimidir. Burada bu port yeri biri evdə şarj eləmək üçündür. Bir də ki, şəhərdəki stansiyalarımızda şarj etmək üçün bizə yerləşdiriblər. Çox səliqəli və gözəl. Və bayaqlarım bunu demək istəyirdim sənə. Bax, gizlənən ruskalar. Açdın. Dabro pajalvız çanqan. Getdin, girdin içinə, qardaş. Qayıt bir tərəfə. Və burada, belə deyim, eksteriyerində incələməli bir şey görmürəm. Ona görə də indi də istərdim interyerinə keçəm. Və interyerinə keçməmişdən qabaq bir şey demək istəyirəm ki, maşına oturdun, panoramik tavandır deyə başını qaldırdın, göyə baxdın, təzədən saldın, gün gözünü deşdi. Yan hissəmizə keçdik və ön hissəsindən davam eləmək istəyirəm ki, danışım. Və maşınımız bir şey görsəm, elə sürücü hissəsindən görsəcəm. Qapını açdıq, şüşə düşdü aşağı. Görsünüz, ramka yoxdur. Və bu da ideal görünüş və qəşəng futuristik görünüş yaradır. Eksteriyerində incələməli çox bir şey qalmadığı üçün bir dənə minus odur ki, pilisos olsa daha yaxşı olar. Eksteriyerində incələməli çox şey olmadığı üçün indi keçirik interyerinə, çanqanın bəzi xüsusiyyətlərini sizə görsədim. Yan sərnişin hissəsinə keçdikdə bizi çox rahat sideniyalarımız qarşılayır. Dəri materialdan istifadə olunmuş sideniyalarımızdır və uzun yolda sizə çox rahat və çox gözəl komfort bəxş edir. Və burada gördüyünüz kimi gizli ambiyans işıqlarımız davam edir. Və burada I+, qapımız, elektron belə elədiniz, qapı açıldı, davamını siz açırsınız. Yəni knopka iləndir. Və yaxud bu xarab olduqda isə burada altda bizə knopka yox, rıçaq yerləşdiriblər. Rıçağı bastım, qapı özü açıldı. İndi sensordur, hər şey ola bilər, xarab olmasın olanda o. Və panoramik tavandan bayaqlarım sizə deyirdim, panoramik tavanımız var. Panoramik tavanın bir mənfi xüsusiyyətlərindən biri. Panoramik tavandan danışdıqda isə, məsəl üçün, panoramik tavanın bir mənfi xüsusiyyəti odur ki, dayandınız şəhərdə, günün altında, gün vurur, tavan, şüşəmiz isinir, tavanımız. Və biraz maşının içi çox hissi olur. Ona görə də yay vaxtı, əsasən yay vaxtı istifadə edirik. Kondisioner həmişə işlək vəziyyətdə olur. Və burada 2 dənə stakançik yerlərimiz var. Stakan yerlərimiz, indi bura qəpi yığıblar, amma stakan yerlərdir. Və burada wireless charger var. Bir dənə gözləyin, tam sübut qoyduq. İndi kabradaya ola bilsin, olub. Ya mən telefonumu dəstəkləyəm, amma wireless charger yerimiz var, yəni burada göstərir. Burada nə idi onun adı, bağlayıblar deyə ona görə işləmir, amma belə işləyir. Və bu orta uzun konsol sizə daha gözəl nə idi? Gözəl görünüş yaradır və qəşəng. Və burada bizim üçün bir dənə də qoltuq altı yerləşdiriblər, hansı ki mini bardachokdur. Mini də yox, əməlli başlı dərin bardachokumuz var, hansı ki tam veşləri yerləşdirə bilərsiniz. Və bayaq dediyim stakançiklər, wireless charger, onu da ki burada proqramda, multimediada söndürdüyümüz üçün ona görə işləmir. Və burada bir dənə saxlanma yerimiz var, mini saxlanma. Mini də deyil, bu da əməlli başlı geniş, yəni bütün sənədinizi və yaxud başqa şeyləri yığmaq üçün əlverişlidir. Amma bu komplektasiyada və A07-də
gördüyünüz bu ambiyans işıqları çox gözəl yerləşdiriblər. Çox gizli və bilinmir, yəni hardan işıq vurur. Və burada hava deflektorlarımız var, klimat kontrolun çıxışları. O da ki, gizlidir, çox da bilinmir. Yəni qəşəng, ideal. Burada airbag, burada da hava deflektorlarımız və hava deflektorunun altında isə bir dənə USB-C, bir dənə CD kart yeri, bir də Type-C port yeri yerləşdiriblər. Port yox, şarj yeri. İndi onun da yerləşdirmələri daha yaxşıdır. Çünki maşınımızda, məsəl üçün, getdiyimiz zaman indi elə dövrdür ki, hamı Type-C-yə keçdiyi üçün Type-C olmağı daha yaxşı, daha gözəldir. Və burada bir dənə də saxlanma yeri var. Hansı ki, məsəl üçün, artıq veşviz oldu. Elə telefon, biri burada charjdadır, biri burada. Ata bilərsiniz bura, rahat qala bilər. Və yaxud puluvuzu, maşının elə öz açarını qoyursunuz bura, rahat, özü çox genişdir. Və materialda keyfiyyətli materialdan istifadə olunub. Maşınımızın açarından danışsa, açara indi çixol taxıblar ki, tez zədələnməsin, yəni pis günə qalmasın. Özüm pis günə qoydum açarı. Açarımız çox səliqəli, qəşəng açarımız var, mini açar. Yəni rahat stolda oturanda belə stolun üstünə ata bilərsən ki, qaqa, məndə də çanqandır. Başqa sözüm var. Sahibinin dediyinə görə özdə, bilmirəm, sonra mən onu yazmayın. F10, Optima, F30-u aparır. Yəni mənə elə deyiblər. Hansısa, nəsə sözünüz olsa mən deyim, mən sahibinə deyəcəm. Fikrimizi yayındırırlar, nəysə. İndi isə yan sərnişin hissəsindən keçmək istərdim. Sürücü hissəsinə bir şey göstərməkdən sonra. Burada şüşəmizi salmaq üçün, indi şüşəni salmayacağım çünki maşın moykadan çıxıb iz qalmasın. Çünki sonra bizi düşürdə bilərlər maşından, yəni hər şey ola bilər. Şüşə salanımızı da çox gözəl, keyfiyyətli materialdan eləyiblər, həm də ki, qəşəng görünüş yaradır. Qapı açmaq istəyirsinizsə, istəyirsiniz buradan açın, istəyirsiniz buradan. Bunu da qoyublar ki, yəni bu xarab olar birdən, nəsə ola bilər, indi sistemdir, Çin maşındır, güncəllənmə gəlir, hər şey olur, bir də görürsünüz, öz-özünə pış-tış alınmaya bilər. Bastınız. Və burada işlənən mebel deyil, mebelə oxşadıblar, plastikdə, amma mebel kimi. Çox ideal materialdan istifadə ediblər. Keçirəm yan hissəyə, sürücü hissəsinə. Sürücü hissəmizə keçdikdə, ön hissədə bizi qarşılayan bu rulumuz keyfiyyətli materialdan, dəri materialdan istifadə edilmiş bir rulumuzu görürük. Hansı ki, rulumuz multi-ruldur, multinin multisi daha. Yəni, çox şeyi rula yerləşdirirlər. Birincisi, 360 knopkası var. Bastınız, görsət. 360 kameralarımız işlək vəziyyətə gəlir. Maşına hər tərəfli baxdınız, elədiniz. 2D, 3D maşın. İndi burada ağ rəngdədir, bizdə maşın qaradır. Bunu dəyişmək olur da, rəngini yox. Amma Geely-də olur. Yəni, biz Geely-də görmüşəm, Geely-də maşınları dəyişmək olur. O da Çin brendidir. Burada indi maşına obnovleniya eləməyiblər və proşifka yazdırmayıblar deyə hər şey Çin dilindədir. Amma yəni istəsəz yazdırmaq olur. Burada multi-rulda zəncə cavab vermək və yaxud mahnını dəyişmək, dala çevirmək, mute eləmək olur. Və burada mod var. Moda basdıqda maşınımız, indi burada Çin dilində deyə mən başa düşmürəm, amma belə deyim. Burada modlarımız var. Bu yəqin ki sport moddur. Çünki bayraq var, sürüş modda yəni. Qaz verəndə də bir dənə səsi var ki, gəl görəsən ha. Səsi yoxsa zarafat edirəm. Burada bizdə head-up displeyimiz də var. Özü head-up displeyi mən bilən qabağa və arxaya eləmək olur. Prosto sürücümüz çox uzaq eləyib. Head-up displey gəlib çıxıb bax şəhərin axırına ucu. Bilməm buradan görsənir yoxsa yox. Head-up displeyi bacardığım qədər görsədəcəm indi. Yox, gün var deyə görsənmir, amma head-up displeyimizdə mövcuddur. Və burada Çanqanın mini logotipini görürük. Bu yeni logotipdir, bu daha qəşəng görsənir. Narahat olma, əsəbləşmə. Və oturduqda sürücü hissəmizdə, yan hissəmizdə burada elektron, mən bunu qurtalamaq istəmirəm də, sonra mən qurtalayanda sahiblər deyir ki, niyə qurtaladın, rahat deyil. Hə, olar, yaxşı, özdə də. Bax, qabağı elədiniz, elektron panel. Aşağı, yuxarı, dala, sidyenyanı rahat. Və sürücü hissəsinin yan hissəsində, bu hissədə göstərmək istəyirəm ki, burada da həmən rıçağı yerləşdiriblər. Hansı ki, əgər bu xarab olsa, buradan maşınınızı aça bilərsiniz. Maşın şüşəsini blok eləmək, qapıları blok eləmək və şüşələri yendirib qaldırmaq. Və burada bir şey göstərmək istəyirəm ki,
Bu bəyəklərim dediyim, biraz yaxın gəl. Bəyəklərim dediyim mebel. Plasmasdan da olsa mebel işləmədə, mebel kimi düzəldiblər. Bu qəşəng özü 360 dərəcə maşını hasil eləyir və altından da xrom demək olar buna. Xrom rəngdə bir dənə material istifadə eləyiblər. Və maşınımızı bir dənə də coilover qoyursunuz maşına. Ya da ki, bir dənə pnevma bagaja. Bagaj olsa yekədir. Maşını tam yatır yerə. Uzaqdan da dalini. Keç qabağına. İndi bir dənə dalini görsə. Yaxşı, dalini xarab elədin, Cəbra. Və maşının sürücü hissəsində incələməli belə çox bir şey qalmadığı üçün mən bəzi şeyləri indi belə başa salacağam. Maşınımıza əyləşəndə uzun yol gedirsiniz, məsəl üçün, və yaxud şəhər içi. Uzun yolda başa düşmək olar ki, dünbələm düz yoldur, rayona gedirsiniz, düz yoldur. Şəhər içi, məsəl üçün, klimat kontrolu yandırmaq istəyirsiniz. Klimat kontrolu yandırmaq üçün bilmirsiniz, yola baxarsınız, qabağınızdakı maşına, bilmirsiniz, burada klimatı azaldım, çoxaldım, onu eləyəsiniz. Bundakı uzun yol gedəndə bayaqlama onu demək istəyirdim ki, bilmirsiniz. Əslində mənə dedilər ki, 2 dəfə DN eləyəndə istədiyiniz sürəti seçə bilirsiniz maşında. Məsəl üçün 60-lıq yolda 55-ə qoyursunuz, 55-dən o tərəfə maşın keçmir. Azala bilər sürət, o da siz tormuz verdikdə, amma sürət yuxarı qalxmır. Və burada klimat kontrolu, bunu da eləyiblər, maşın tam yüngülləşsin, çox yüngül olsun. İndi yeni maşınlarda onsuz da hər şey keçirdirlər bu balaca displeyə. Displey belə eləyəndə dönmür, amma Q-anlarda belə eləyirsən, displey sən tərəfə dönür və yaxud sərnişin və yaxud düz ortada qalır. Hər şey yerləşdiriblər bura. Amma sürətləri desəz, necə baxırsan, necə baxır, yəni sürücü, head-up'ımız var deyə saatda neçə ilə geri, onu tam rahat görə bildik. Burada da hər şey buradadır. İndi bizim benzinlə 433 kilometrimiz var. Yəni 430 kilometr hasil eləyə bilirik. Amma şarjımız isə tok şarjı 24 kilometrdir. O da ki, yəni full şarj hardasa 10-dan 80-a 20-30 dəqiqə aralığında yığır. Maksimum şarjı yığacaq 50 dəqiqə, 40 dəqiqə aralığında. Hər şey yerləşdiyinə görə bura, hər şeyi də buradan idarə edə bilirsiniz. Mahnını qoşmaq. İndi burada dili dəyişməyiblər. Dili dəyişmədiklərinə görə, ona görə qalıb belə. Amma dili dəyişsələr, yəni hər şey anlaşılacaq qədər rahat olacaq. İndi Çin dilində deyə biz başa düşmürük. Maşımızın siqnalı verin baxım. Siqnal da yaxşıdır bax. Mini siqnal. Mini yox, yəni yavaş da böyle şirin siqnalı var. Dit! Belə eləyir. İndi isə istərdim keçim arxa sərnişin hissəsinə. Sərnişin hissəsində də bəzi şeyləri göstərəcəm. Burada işıqlarımızın sönməsi yəni yoxdur. Var. Əlinizi vurursunuz, sensor söndü, vırdınız, yandı. İndi qapılar açıq deyə yanlıdır. Sürücü hissəsində belə çox bir şey yoxdur. Maşımızın at gücünü də öyrənmək istəyirsə, maşımız 218 at gücüdür. Həm plug-in, həm də ki 1.5 mahnə ilə 1.5 motoru bir yerdə birləşdirdikdə 218 at gücü bizə verir. Ona görə də yəni, rahat, bayaqlarım deyirdi, o F30 Optimazad, o temadır. İndi o mənə aidiyyatı yoxdur, qardaşın hamısının üstünə attım, özü sonra reşat eləyər. Mən nə deyəcəm ki? Açarımız qaldı içində, bir şey görsəcəkdim. Bağladıq qapıları. Və pilisosun olmamağı bu pisdir. Pilisos amma sonradan qoydurma olur. Bağladın. İtdi. Rahat. Belə elədin, açıldı. Belə elədin, açıldı. O ham bilir. Arxa sərnişin hissəmizə keçdikdə maşınımızın açarını qoyum cibimə indidən. Arxa sərnişin hissəsində bir dənə əlavə bəlkə də var, amma yoxdur. Yəni qoltuq altı qoysaydılar rahat oturmaq üçün o da yaxşı, daha məntiqə uyğun və daha rahat olardı. Amma arxadakı keyfiyyət, dəri yəni çox rahatdır. Yəni uzun yolda sizi yormur. Panoramik tavanda belə davam edirdi. Yəni Ruslan müəllim sizə göstərir. Yəni necə ideal, rahatdır. Və bu hissəmizdə hər şey gördünüz? Elektron. Hər şey ideal və ambiyans işıqları bayaqlam deyirdim. Axıra kimi bağlandı. Axıra kimi bağlanmadı. Gözlə. Axıra kimi bağladıq. Axıra kimi bağladıqdan sonra arxa hissəmizdə
Yəni əlimi vururam bu dəqiqə hər bir şeyə. Çox keyfiyyətli materialdan istifadə ediblər və arxa hissəyə artıq heç nə yerləşdirməyiblər. Bir dənə USB-si yerləşdiriblər. O da ki, bütün maşınlarda var. Arxaya da Type-C qoysaydılar daha yaxşı olardı. Və burada bizim hava deflektorlarımız var. Hava çıxışları, kondisionerimizin hava çıxışları. Hansı ki, yəni rahat havanı özünüz üçün idarə edilsin. Mən özüm üçün idarə edeyim ki, hava istidir. Bunu yerləşdirdikdən sonra arxada da çox ideal, rahat, qəşəng, komfortlu, yəni sizə bəxş eləyir. Maşınımız beləliklə çox komfortludur və çox, belə deyim, münasibdir. Münasib də o deyim ki, 100-ə 5-6 litr içir. Yəni, sərfiyyat baxımından çox idealdır. Və kim almaq istəyirsə Changan A07-ni 100% tamamilə bu videodan sonra, bilmirəm nə qədər bəyənəcəksiniz, hər izləyicinin öz zövqü var, ala bilərsiniz. Yəni, bildiyimizi dedik. Və bu hissələrdə ruçkamızın altında işıqlarımızı yerləşdiriblər. Onlar ucu sensor deyil, onlar ucu knopka iləndir. Arxa hissəmizdə belə incələməli bir şey qalmadığı üçün keçək ön hissəsinə. Beləliklə də Changan A07 modelimizi 2025-ci il incələdik, bitirdik. Və mənim fikrimcə kim, komfort, sürət, yəni sürətli gedir, yəni sürət var maşında. Komfort, sürət, futuristik görünüş və gözəl səviyyəli maşın almaq istəyirsə Changan A07-ni gedib özü üçün ala bilər. Sərfiyyat baxımından içərisinin genişliyi, elə bir dənə panoramik tavan, yəni sizin üçün bəs eləyir də. Panoramik tavan yayda sizə meşatçılıq eləyir, o da ki gün vurur, çox tez isinir. Amma qışda çox da yəni belə yormur sizi. Beləliklə də sizinlə mən idim, Kənan. Siz Cars by Kera kanalındaydınız. Videonu bəyənib, şərh yazmağı və kanala abunə olmağı unutmayın.